İctimai yerlərdə yerə siqaret atanlara tez-tez rast gəlirik. Əksəriyyət siqareti zibil qutusunun yanında çəkib oraya atsa da, bu adi etiket qaydasına əməl etməyənlərin sayı da kifayət qədərdir. Nəticə etibarilə qazandıqlarına, sağlıqlarına dəyən ziyan və cərimələnmək olur. Mən atmamışam, amma ətrafımda olan bir çox insan danışıb ki, mənə siqaretdən dolayı cərimələniblər, ətrafa siqaret atdıqlarından dolayı. Oradan bilirəm ki, yəni ətrafa siqaret atmaq olmaz. Cərimə ilə bağlı məlumat yayıldıqdan sonra, ona görə mən də heç yerə atmamışdım ki, qoy cərimə olunmuyor. Dəfələrlə belə bir hadisə ilə qarşılaşmışım və bu da həm işçilər tərəfindən nöqsan hakimi qeydə alınır və bu hal aradan qaldı və bir də belə hallarla rastlaşmamışıq. Artıq son vaxtlar bu məsələ özü elə aktualdır deyə artıq hamı məncə riayət edir bu məsələyə. Bəli, dostlarımda ətrafında eşitmişəm, olub hadisə. Onların cərimədən xəbəri olmuyor? Yox, yəni sadəcə polis gəlib cərimə yazıb, o da ödəyiblər, belə xəbərlər olub, yox. Daxili İşlər Nazirliyindən bildirirdi ki, qaydalara əməl etməyənlərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülməkdədir. Respublikanın şəhər rayon polis orqanlarının əməkdaşları tərəfindən mütəmadi olaraq tütün məmulatlarından istifadə ilə bağlı ictimai yerlərdə, dayanacaqlarda, bankomatların önündə, insanların sıx toplaşdığı ərazilərdə monitorinqlər təşkil olunur. Bununla yanaşı hüquqi, fiziki şəxslər, eləcə də fərdi sahibkarlar və əhali arasında profilaktiki, maarifləndirici söhbətlər həyata keçirilir. İnzibati Xətalar Məcəlləsinə görə isə tütün məmulatlarını ətraf mühitə atanlar 300 manat məbləğində cərimə olunurlar. Eyni zamanda bir il ərzində bu əməlin təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir və yaxud işin hallarına görə xətanı törədən vətəndaşın şəxsiyyəti nəzərə alınmaqla 60 saatdan 100 saata qədər ictimai işlər tətbiq olunur. Ələkbər Salih, Zaur Həşimov, Telesər.